Əks təsirin ilk buraxılışını izləyirsiniz. Müsahibim ilahiyyatçı Elşad Minidir. Xoş gördük Elşad bəy. Necəsiz? Təşəkkür edirəm. Siz necəsiz? Yaxşıyam, çox sağ olun. İlk öncə belə bir məsələ ilə başlamaq istəyirəm. Günlər öncə Bakıda 44 yaşlı kişi az yaşlı qızına təcavüz elədi. Gündən bu xəbərlə çalxalandı. Daha sonra ailə buna belə bir əsas gətirdi ki, falçı bunu tələb eləyib, deyib ki, ailənin üzərində bir qara cadu var, qara buludlar hərlənir və bu cadunun qırılmağı üçün bu vacibdir. Necə oldu ki, cəmiyyət bu yerə gəldi? O cəmiyyətdə həmişə olub. Bu yeni bir məsələ deyil ki. Yəni biz keçmişdə ola bilsin ki, bugünkü istifadə elədiyimiz bəzi texnologiyalardan istifadə eləmirdik. Amma insan olaraq insan həmişə eynidir. Yəni belə bir ifadə işlədə bilərik ki, adətlər eynidir, alətlər dəyişib. Yəni bunlar bir növ insanların bəzi inanclarından, bəzi bilgisizliklərindən, cəhalətlərindən istifadə edən şarlatanlardır. Yəni onlara gedən insanda həqiqətən adını nə qoyuruq qoyağın axmaqlıqdır. Çünki qarşısındakı insana gedib öz taleyi ilə bağlı bir şey öyrənməyə çalışmaq və bundan ötəri müəyyən bir vəsait vermək və onun dediklərini qəbul eləmək, inanmaq və bunu da həyata keçirmək ancaq və ancaq axmaqlığın ən pik nöqtəsidir. Buna başqa bir şey deyə bilmərik. Falçı yanına gedən insanlar da özlərini belə müdafiə edirlər ki, bu cadu Quranda öz əksini tapmış bir şeydir. Xeyr, Quranda cadu yoxdur. Yəni bu əsas Təəssüflər olsun ki, Quranda belə tərcümə edilən ayələr var ki, məsələn, düyünləri üfürən qadınların şərrindən. Məsələn, mən bir dinşünas olaraq buna həmişə etiraz eləmişəm. İlk soruşduğum məsələdə bu olub ki, düyünləri o zaman kişilər üfürsə olarmı? Və yaxud da həqiqətən söhbət orada düyünlərə üfürməkdən gedir. Və bunu araşdıranda orada Fələq surəsindədir. Fələq surəsində deyir ki, İnşarrın nəfəsəti fil uqad deyir. Deyirəm, baxın, adicə özümüz uqad sözü cəm şəkilçisidir. Onun tək şəkilçisi, tək forması əqd deməkdir. Əqd Azərbaycan dilində, hüquqda istifadə olunan bir termindir. Müqavilə deməkdir. Saziş deməkdir. Nəfəsət də ora mənfilik qarışdıranların, sazişi pozanların şərrindən yaradana sığınmaqla bağlı olan bir məsələdir. Orada nə düyünlərdən gedir söhbət, nə düyünlərə üfürən qadınlardan. Çünki ərəb dilində də qadın sözünü niyə verirlər ora? Ərəb dilində bir şey cəm olduğu zaman onun qarşısındakı müənnəs olur. Qadın cinsində gəlir. Qadın cinsində gəldiyinə görə onu da qadınlarla əlaqələndiribdilər, təəssüflər olsun ki, belə bir məna veribdilər. Sonra Bəqərə surəsinin 102-ci ayəsində var, Harut-Marut deyilən bir məsələ. Orada da bunun sehirlə, cadu ilə əlaqəsi olmadığını ətraflı şəkildə qeyd eləmişəm. Hətta mənim Azərbaycanımızda qadağan edilən İslamda yoxdur adlı kitabımda böyük bir bölüm yazmışam, İslamda sehrin, cadunun olmadığını. Yəni indiki dövrdə sehir, cadu və s. olmaq və buna inanmaq həqiqətən həmin insanların ağlına biraz şübhə ilə yanaşır. Bəs sizcə insanları namaz qılmasına, oruç tutmasına, yəni ibadət edib etməməsinə görə qiymətləndirmək yaxşıdır yoxsa pis? Bunlar insanların özlərinin şəxsi bir məsələsidir. Çünki ibadət sözü sadəcə namaz qılmaq, oruç tutmaq və s. ilə əlaqəli bir məsələ deyil. İbadət sözü qulluq deməkdir, Allaha qulluq deməkdir. Yəni insana qul olmamaq deməkdir. Bir şəxsiyyətin formalaşdırılması deməkdir. Sabahlarım insanlara elədiyiniz bir yaxşılıq da ibadətdir. İnsanların məktəbdə oxuyan, universitetdə oxuyan bir gəncimizin təhsil haqqına dəstək olmaq da bir ibadətdir. Və yaxud da ona təqaüd vermək də bir ibadətdir. Hətta insanların, deyək ki, əhvalı pozulan bir insana gülərüz yanaşaraq ona yaxınlaşmağın özü də bir ibadətdir. Bir insanın əlindən tutmaq ibadətdir. Biz ibadətləri təəssüflər olsun ki, məhdudlaşdırmışıq. Məsələn, namaz qılmaq Allahla mənim aramdadır. Mən namazı qılıb qılmadığımı durub heç kimə sübut eləməli də deyiləm. Bununla bağlı hər hansısa bir, necə deyim, dəlil gətirməli deyiləm ki, mən namaz qılaram. Çünki bunun nəticəsini mən Allaha verəcəm. Bu Allahla mənim aramda olan bir məsələdir. Oruç tutmaq. Məsələn, mən oruç tutduğumu iddia eləyib, evdə gedib, xəlvətcə yeyə də bilərəm, içə də bilərəm. Yenə də bu mənim Allahla olan münasibətlərimdir. Yəni bu, oruç tutub tutmamağımdan asılı olmayaraq bir yanaşma olmalıdır. Bu ibadətlərin hər biri Allah üçün olmalıdır. Məsələn, mən durub kiməsə deyə bilmərəm ki, namaz qılırsanmı, qılmırsanmı və yaxud da oruç tutursan, tutmursanmı. Adamdan soruşarlar ki, sən mənim başqa bir problemimi soruşmusanmı, çətinliyimi soruşmusanmı, borcum olub-olmadığını öyrənmisənmi və yaxud da ac qalıb qalmadığımdan xəbərin varmı? O zaman bunu niyə soruşursan? Yaxud da Allahın soruşacağı sualları sən niyə məndən soruşursan? Sən niyə belə bir fikrə düşməyi özünə rəva bilirsən, doğru bilirsən? Allahın bəndəsindən istədiyi tam olaraq nədir? Allahın bəndəsindən istədiyi tam olaraq Allahın buyruqlarına uyğun hərəkət etmək. Bu, elədiyi hərəkətlərə uyğun Allahın buyruqları da odur ki,
insanların insanlara ancaq fayda verəcəyi, insanlardan insanlara zərər Xoş gəlməyəcəyi. əməl olmaq. Allah Quranda həmişə birinci biz o qədər gözəl danışa bilərik ki, əgər əməlimiz ona uyğun deyilsə, deməli bizim bu dediklərimizin özündə bir sual işarəsi yaranır, problem var. Ona görə də bizim deyə biləcəyimiz, eləyə biləcəyimiz məsələlər əmr-i bilməruf deyirlər. Yəni yaxşılığı insanlara çatdırmaq, nəhyənil münkər, yəni mənfiliklərdən insanları çəkindirmək. Bu da ümumbəşəri bir məsələdir. Yəni bir növ Allah Quranla bizə bir həyat yolu göstərir. Bu həyat yolu da bizim yolumuzda, həyatımızda bir navigatordur. Yəni bizə həm tıxaclı yolları göstərir, həm də boş olan yolları göstərir. İbadətdən biri də həcc ziyarətinə getmək sayılır bizdə və bildiyimiz kimi həcdən qayıdan, ümrədən qayıdan insanları bizdə müqəddəsləşdirirlər. Sanki onu toxunulmaz şəxs elan edirlər. Və qiymətlər də biraz fantastikdir. Hətta səhv eləmirəmsə, açıqlanan son qiymət $5.950 idi. Təxminən 10.100 manat. Yəni həqiqətən biz 5.950 manat, $50 ödəyib müqəddəs ola bilirik. Baxın, İslamda ümumiyyətlə müqəddəslik anlayışı yoxdur. İslamda müqəddəs olan ancaq Allahdır. Allah belə özü üçün bəzi qaydalar qoyub. Allah məsələn qaydasız hərəkət edən bir Allah deyil, diktator Allah deyil. Nə istəyirəm onu edən bir Allah deyil. Allahın belə bir qaydaları, kuralları var. Belə bir şərt yoxdur həccə getmək. Orada məsələn İbrahim peyğəmbərlə bağlı tələb olunan həcc insanları demir orada, ənnas deyir. Yəni müəyyən şəxsləri, hər kəsə deyil. Müəyyən şəxsləri dəvət etmək. Bu da nədir? Əslində Kəbə dediyimiz anlayış daşlardan ibarət bir şeydir və inşaatçı olaraq məsələyə yaxın yanaşsanız, mühəndislik olaraq, mühəndislik harikası deyilən bir şey yoxdur orada. Sadəcə daşların üzərindən daşların yığılaraq 4 kvadrat şəklində olan bir yerdir. Nə içində bir ecazkarlıq var, nə də çölündə. Yəni buna çağırılmaq ora daşın ətrafında fırlanmaqdan ibarət deyil. Orada dövr vurmaq, şaft eləmək və yaxud da bunu 7 dəfə elədiyin zaman təvaf mənasına gələn deyil. Halbuki ora dəvət ediləndə Allah insanları dəvət edir ki, məsələn, hansı insanlara, nüfuz sahibi insanlara dəvət edilir ki, insanlığın problemlərini, insanlığın məsələləri orada həll edilsin. Yəni yoxsa getdim orada öz fikirləşin də. Məsələn, mən də o səhv eləmişəm. İndi də gedərəm, ancaq onların dediyi formada deyil. İndi getsəz nə edərsiniz? İndi getsəm sadəcə kənarda müşahidə eləyərəm, videolar çəkərəm. Nəyin doğru olmadığını yerində göstərərək insanlara çatdırmağa çalışaram. Təsəvvür edin, Kəbənin ətrafında dönürsünüz. Bu dönəndən sonra bu sizə nə qazandırdı? Nə anladınız? Nə başa düşdünüz? Heç bir şey. Ondan başqa deyirlər ki, məqam-ı İbrahim. Məqam-ı İbrahim bu boyda bir yerdir. Onların dedikləri təbii ki. Orada da güya İbrahim peyğəmbərin ayaq izidir. Bu bütləşdirmək deyilmi? İbrahim peyğəmbərin ayaq izi olsa nə olacaq, olmasa nə olacaq? Ona görə də bəzən Məhəmməd peyğəmbərin nə bilim saçının tükü və yaxud da saqqalının tükü, nə bilim nə ilə bağlı müxtəlif yerlərdə belə bir tendensiyanın olduğunu görürük. Peyğəmbərin saqqalı olduğunu iddia edilən hər bir yerdə gedib onun DNT-si ilə bağlı bir araşdırma aparsanız və yaxud da onun tarixi ilə bağlı bir tədqiqat aparsanız, gedib heç peyğəmbərin yaşadığı dövrə çıxmayacaq. Bəlkə də kimisə saçı tüküdür. Qoyub da bundan vəsait olaraq istifadə edir insanlar. Həcc məsələsi də eynidir. Həcc məsələsində də o Kəbənin ətrafında o məqam-ı İbrahim deyilən məsələ heç məqam-ı İbrahim deyil, bu uydurmadır. Sonra Qaradaş məsələsi gətirib, heç orada bir dənə daş söhbətdə yoxdur. Daşın qalıntıları qalıb, onu da əvvəllər də 22 il ərzində heç orada olmayıb, oğranıbdır. Yəni bu niyə müqəddəs olmalıdır ki? Amma təəssüflər olsun ki, bu günlərin biz həcc və yaxud da umrəni ancaq bəziləri bunu ibadət məqsədi ilə etdiklərinə inanırlar, gedirlər. Amma bunu təşkil edənlər ibadət məqsədi ilə deyil, pul qazanmaq üçün istifadə edirlər. Çünki bu onlar üçün bir turizmdir, din biznesidir, təşkilatçılıqdır. Ondan adamlar həqiqətən çox ciddi rəqəmlər, milyonlarla vəsait qazanırlar və bunu təşkil edən ölkə də onun büdcəsinə Azərbaycanın dövlət büdcəsindən 2 dəfədən, 3 dəfədən daha artıq vəsait daxil olur. Yəni sənin həcc dediyin anlayış bu ola bilməz. Sən oradan qayıdandan sonra da hacı və yaxud da hacı xanım anlayışı, bunların da heç bir İslamda yoxdur. Quranda bildirilən o hacı sözü işlənən, yəni orada olan insanlara deyilən bir sözdür. Necə ki, deyək ki, biz işğalda olan torpaqlarımızda və yaxud da deyək ki, vaxtı ilə Ermənistanda yaşayan bizim cəmaatımız, vətəndaşlarımız, insanlarımız oradan qaçqın düşəndə biz onlara qaçqın deyirdiksə, məcburi köçkün deyirdiksə, hacı sözü də bununla əlaqəli olan bir məsələdir. Təvaf eləmək zülmə məruz qalanlar üçün olan bir ifadədir əslində. Amma bu gün onu bir daşın ətrafına, Kəbənin ətrafına fırlanmaq kimi təqdim edirlər ki, bu təbii ki, doğru deyil. Sizcə Allahdan qorxmaq lazımdır?
Allah bizdən qorxmağımızı istəmir. Yəni qorxan insan qorxulana qarşı bir növ ikiyüzlü hərəkət eləyəcək, səmimi olmayacaq. Məsələn, qorxu sözünü orada çox istifadə edirlər, təəssüflər olsun ki, Allah bizdən xəşyət istəyir. Xəşyət nədir? Xəşyət bir insanın sevgisini itirmək qorxusudur. Məsələn, valideynin sevgisini itirmək qorxusu, sevdiyi bir insanın həmin o hörmətini itirmək qorxusu və yaxud da işdə deyək ki, bir-birinə olan insanlara münasibətlərini itirmək qorxusu. Budur xəşyət. Amma digər qorxu, məsələn, deyək ki, insanın ilandan qorxması kimi bizim Allahdan qorxmağımız nə qədər doğru ola bilər? Və yaxud da bir heyvandan, məsələn, şirdən, aslandan, pələkdən qorxmağımız kimi Allahdan qorxmağımız doğru ola bilərmi? Biz ona gələrikmi, yoxsa ondan qaçarıqmı? Təəssüf ki, bunu az yaşlı uşaqlara belə aşılayırlar ki, filan şey eləmə, Allah səni cəzalandırar, səni cəhənnəm odunda yandırar. Təəssüf, çox təəssüf. Sizcə də onu dindən uzaqlaşdırmaq? Əlbəttə, dindən uzaqlaşdırır bu. Çünki qorxu ilə böyüyən insan müəyyən bir dövrə gəldiyi zaman ya özü də o başqalarını özündən qorxutmağa çalışacaq, yaxud da o özü üçün bir travma olub, həmin ona öyrədilən bu anlayışlardan qaçacaq. Bir xəstəliyin yayılması, pandemiya və yaxud da bir təbii fəlakətə Allahın cəzası adını qoyurlar. Yəni Quranda belə bir sınaq nümunəsi var. Yəni belə bir şey keçirmir. Əksinə mən məsələn Quran-Kərimdə həmişə bunu dostlarımıza da qeyd eləyirəm. Baxın, Allah əvvəlki dövrlərdə həlak edilmiş xalqlardan bəhs olunur. Bu həlak edilmiş xalqlar, onlar məsələn nə isə Allahı inkar elədiklərinə görə həlak edilən xalqlar deyil. Onlar deyir ki, göndərilən elçiləri inkar edirlər. Niyə inkar edirlər? Göndərilən elçilər onlara məsələn deyir ki, sən tektonik zonada yaşayırıq. Gəlin buradan köçəyin. Köçərkən də bu hərəkətləri eləyin. Buradan uzaqlaşağın. Bu kimi məsələləri onları aşılamağa çalışırlar. Və yaxud da deyirlər ki, siz bir çayın o mənşəyində yerləşirsiniz. Burada sabahlarım su daşqını olacaq, sel olacaq. Bunlardan uzaqlaşdırmağa çalışır. Allahın mərhəməti budur əslində. Və ona görə elçilər göndərir. Eyni zamanda elçilər göndərərək bunları məsələn sizin sitayiş elədiyiniz bu bütlərin doğru olmadığını qeyd edir. Amma o insanlar bunları məsələn bəlkə də peyğəmbərin ora gələn bir insan bir mühəndisdir. Bəlkə də seismik geoloqdur. Seismoloji məsələləri bilən bir geoloqdur eyni zamanda. Yaxud da başqa bir yerdə yetişib, həmin yerdə gəmiçiliyi bilən bir insandır Nuh peyğəmbər kimi. Yəni o insanlar bunlara Allahın bildirməsi ilə bunları doğruluğa, düzgünlüyə həm çağırırlar, həm onların həyatlarını daha yaxşı yaşaya biləcəkləri yerləri düşünürlər, qeyd edirlər. Onlar onu inkar edirlər, lağ edirlər və nəticə etibarən həmin o daşqın olduğu zaman və yaxud da deyək ki, bir zəlzələ olduğu zaman və yaxud da vulkan olduğu zaman onların lavaları nəticəsində onlar həlak olurlar. Məsələ bununla əlaqəli olmalı olduğu halda insanlara gətirib məsələn bu günlərin bu günah məsələsi ilə öldüklərini deyirlər. O zaman məsələn bu gün Amerikada, Los Angelesdə, əsasən də San Fransiskoda deyək ki, LGBT-yə məxsus insanlara sayı daha çoxdur. O zaman onların bu günlərin ayaqda illərdir, 10 illərdir qalmalarının bir səbəbi varmı? O zaman Allah onları niyə həlak eləmir? Yaxud da müəyyən ölkələrdə, bəzi yerlərdə bilirsiniz ki, insanlara zülmə məruz qoyurlar, milyonlarla insanlar qətlə yetirildi, müəyyən müharibələr aparılır. O zaman Allah niyə indi bunları cəzalandırmır və yaxud da səsini çıxarmır desək, məntiqli bir məsələ olardı. Halbuki Allah insanlara bu vicdanlarına yerləşdirdikləri mexanizmlə bunun aradan qaldırılması üçün, başqa insanlar vasitəsilə o barışın, sülhün bərqərar olması üçün çalışılmasını tələb edir. Ancaq bu insanlar bunu eləmirsə, bu Allahın deyil, insanların özlərinin elədikləri səhvlərin ucbatından gəldikləri bir məsələdir.